Hörmətli izləyicilər, biz bugün Nur Uşaq evindəyik. Sözü gedən qəhrəmanımız Salih bəyin yanındayıq. Salih bəy, əziz əskərimiz, sizə xidmətinizdə uğurlar, möhkəm iradə və sağ-salamat gedib gəlməyi arzu edirik. Xidmətiniz uğurlu olsun, xidmətiniz şərəfli olsun. Azərbaycan xalqı sizin kimi vətənpərvər oğullarla fəxr duyur. Burada böyümüsünüz, boya çatmısınız kiçik yaşlarınızdan. Əlbəttə ki, vətənə xidmət hər bir kəsin borcudur. Mən də öz borcumu yerinə getirməyə gedirəm. Vətən üçün gedib, anam və bacı qardaşlarım üçün qayıdacam. İnşallah, yolun uğurlu olsun. Vətən sənə güvənir. İnşallah. Salam, bildiyiniz kimi Salih kiçik yaşlarından Nur Uşaq evinin qapısını açıb buraya addımlayıb və hal-hazırda da böyüyüb vətən uğrunda öz borcunu layiqincə yerinə yetirmək üçün Azərbaycan ordusunun sıralarına yola salırıq. Bu haqda nə deyə bilərsiniz? Özünüzü necə hiss edirsiniz? Çox həyəcanlıyam. Həmçində Salihdən ayrıldığıma görə demək olar ki, özümüzü tək mən yox, bütün uşaqlar həyəcan hissi keçirilir ki, Salihdən ayrılacaqlar. Çünki Salih bizim ən seçmə balalarımızdan biri olub. Bütün uşaqları sevirik. Sadəcə Salih Nur Uşaq evinin 8 illik fəaliyyətində ilk məzundur. Salih Nur Uşaq evindən məzun olur və buradan da əskərə yola düşür. Bu bizim üçün fəxrdir ki, Nur Uşaq evi belə tərbiyəli bir bala böyüdür, əxlaqlı, tərbiyəli bala böyülüb, vətənə xidmətə yola salır. İnşallah layiqincə vətənini qoruyacaq, vətəninə, millətinə və mənə xeyirli evlad olacaq. İnşallah. Salih bəy, sizə sağ-salamat yol arzu edirik. İnşallah xidmətiniz şərəfli olar. Azərbaycan əskəri. Allah sizləri qorusun. Var olsun Azərbaycan əskərləri. Biz şanlı ordumuzun rəşadətinin eyranıyıq. Döyüşən hər əskərin cəsarətinin eyranıyıq. Ali baş komandanın siyasətinin eyranıyıq. Düşmanı yaman saldı çaş başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki dövlət, bir millət, heç sual sorğusu yox. Hansı bir dövlətinsə bizim kimi ordusu yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Kürəyin söküyübdür qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Her zaman yüzümüzü güldüren insanların bugün tamam başka bir tərəfini kəşf elədim. Sizin kütleniz düzgün insanı izləyirmiş. Buna göre her birinizin karşısında baş əyirəm. Çok sağ olun, var olun. İstedadlı uşaqlar da var. İdmançı qızlarımız, idmançı oğlanlarımız var. Tabii ki bunların da bu yere gelip çıkmağında sizin böyük rolunuz var. Öncelikle onları öz qanadlarınızın altına aldığınız, sahiplendiğiniz için həqiqətən də Allah qatında cənnəti artıq qazanmışsınız deyə bilərəm. Büyütdüyümüz balamız bugün artıq böyüyüb hərbi xidmətə yola düşür, müqəddəs borcu yerinə yetirməyə gedir. Fəxr edirik səninlə, mənim əziz balam. Qürur duyuram səninlə. Mən Salihin timsalında bir daha başa düşdüm ki, bir müəllim olaraq həqiqətən də insanın ana ata yanında böyüməsi əsas deyil. İnsanın necə böyüməsi əsasdır. Təbii ki,
Salih məktəb illəri haqqında sizə bir-iki kəlmə deyim. Salih çox ağıllı, tərbiyəli, müəllimlərimin, məktəb rəhbərliyin hörmətini qazanan bir oğuldur. Yanında olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Yolun açıq olsun əziz balam. Allah yolunu açıq eləsin. Salamlayıram, axşamınız xeyir olsun, dəyərli dostlar, dəyərli xanımlar, bəylər, tanınmış simalar da var burada. Allah hər birinizə nəzər eləsin inşallah. Ən öncəsi bu gözəl Müharrəm ayının sonuna yaxınlaşırıq. Artıq səfər ayındayıq, biz də sənin səfər ayında yola salırıq. Allah sizə nəzər eləsin, imamlarımızın övladları sizə duaçı olsun inşallah. Allahın nəzəri, pənahı hər zaman sizinlə olsun. Ayrıca sizə təşəkkür edirəm. Bu gözəl yolda uğurlarınız bol olsun. Biz sizinləyik hər zaman Vəhdət komandası olaraq. Mənim dəyərli Vəhdət bacılarım, İntisar xanım təşəbbüsü ilə biz bu evi tanımışıq. Əvvəllərdən də nəzərimizdə olub, amma daha dəstəyi İntisar xanımdan. Əfsanə xanım, tez gəlin, xahiş edirəm. Əfsanə xanım Vəhdət komandasının üzərindən, üzvlərindəndir. Bu yol elə bir yoldur ki, çox çətindir. Evdə 2 dənə evladla bacarmaq olmur. Sözün əsli mənasında. O ki qaldı hər eldən, hər obadan, hər ailədən burada övlad var. Ona görə də bu çətin, ağır, uzun yol olan bu işdə sizə uğurlar arzulayırıq. Bugün yığışdığımız Salih balamızın yolu da salih olsun, işıqlı olsun, gözəl olsun. Salih Peyğəmbərin özünün nəzəri ondan olsun inşallah. Mən Vəhdət bacılar, mən təşəkkür edirəm. Hər zaman səsimizə səs verirsiniz. Minnətdaram sizə, var olun. Allah razı olsun hər birinizdən. Öpürəm hər birinizi. Uğurlar sizinlə olsun, yolun açıq olsun mənim gözəl balam. Növbəti bacılarımda inşallah danışsınlar öz fikirləriniz. Axşamınız xeyir olsun, hamını salamlayıram. Nur Uşağı rəhbərini Aynurə xanım, sizə təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin, Allah bu ocaqdan sizi əksik etməsin. Siz ki, doğrudan da bu yol çətin bir yoldur. 8 ildir siz bu yoldasınız. Mən 8 ildir sizi tanıyıram. Siz hər bir uşağa ana kimi qollarınızı açıb, onları bağrınıza basıb ana kimi onlara himayəlik edirsiniz. Biz də sizin vasitənizlə, sizin yanınızdayıq. Hər zaman çalışırıq ki, sizin yanınızda olaq. Bu günləri biz Salih balamızı gəlmişik onun yığıncağına, onu vətənə xidmət eləməyə, yola salmağa gəlmişik. Böyük qürurla deyə bilərəm ki, doğrudan da Aynurə xanım o qədər gözəl tərbiyə eləyibdir. Burada isti bu ocaqda bu uşaqların o qədər tərbiyəsindən məşğul olurlar. Nə bilim, davranışlarından o qədər məsumdular hamısı. Allah sizləri var eləsin Aynurə xanım. Sevər qardaşlar gəlib, həmçinin də saç ustasıdır. Gəlib əskərimizin saçını kəsməyə, əskərimiz özə verək geçsin saçını kəstirməyə. Qalanları isə eğlənsinlər. Yola salın əskərimizin saçını kəsməyə. Bu gün muhteşem saçlarına gedir artıq. Səyərlər hamızdakı səni gözəl üzünü görsünlər. Amma belə də yaxşısan, saçsız da yaxşısan, hər cümlə yaxşılıqsan. Dostlarımız hardadır? Kimdir bizim? Oradadırlar. Zəhmət olsa yaxınlaşardınız. Kimdir biz özünüzü təqdim edərdiniz? Görək bizim əskərimizin bu saçları kəsən kimdir? Gəlin zəhmət olmasa, gəlin. Yaxınlaşın, yaxınlaşın.
Azərbaycan əskəri Ölməz gelin, hey, ölməz gelin Azərbaycan əskəri Yaxşılığımız nəzərdaşı yollarımız qalsın Biz bu yolda döner olsa namus bizə ar olsun Yaxşılığımız nəzərdaşı yollarımız qalsın Biz bu yolda döner olsa namus bizə ar olsun Nə gözəldir ölmək bizə sevgili vətən üçün Yanar ürək yol eşkilə daima için Nə gözəldir ölmək bizə sevgili vətən üçün Yanar ürək yol eşkilə daima için Marş ileri, hey marş ileri Azərbaycan əskəri Ölməz gelin, hey ölməz gelin Azərbaycan əskəri Marş ileri, hey marş ileri Azərbaycan əskəri Ölməz gelin, hey ölməz gelin Azərbaycan əskəri Məni yetişdirib bu ellərə yolladı Torpağa qurban verib Allaha ismarladı Məni yetişdirib bu ellərə yolladı Torpağa qurban verib Allaha ismarladı Boş oturma çalış verib Xidmət eylə vətənə Sülün sənə halal olmaz Sən boşaysan düşmənə Boş oturma çalış verib Xidmət eylə vətənə Sülün sənə halal olmaz Sən boşaysan düşmənə Marş ileri, hey marş ileri Azərbaycan əskəri Ölməz gelin, hey ölməz gelin Azərbaycan əskəri Marş ileri, hey marş ileri Azərbaycan əskəri Ölməz gelin, hey ölməz